Herkese salam qızlarım. Necəsiz? Hər vaxtınız xeyir olsun. İnşallah ki, yaxşısınız. Deməli qızlar, bugünkü vloqum 2 günlük olacaq. 2 günlük vloq gəlir. İnşallah ki, bəyənərsiniz. Abrikos, Yeni müəlliməsi. fındık, fındık, Bıy. banan, banan, yemiş, karpuz, Dedisi bu da ağzını alma, yabulka, alma. portakal, apirsin. Bu nə tərdə qulaq asırıq? Sənə qurban olum. Ay qız, mənim alimim. Otur bax, Melis, otur sən də görsət bəbəni. Gətir onu, gətir. Deyir, otur, öyrət. Əfoş. Öyrədirəm deyə hər gün. Deyir, otur, öyrət. Amma yaxşıdır, həm Azərbaycan dilində var, həm rus dilində. Aşkım, burada nə var? O nağıl kitabıdır. Deyir, ev heyvanları. Deyir, ev heyvanları var, bəli. Ana, hə. Bu? İnək, karova. İnək necə səs çıxardır? Sana çıxardır. Yox, inək, inək. Mu. Mu. Öküz, vol. Heç bilmirdim, öküzə vol deyilir. Burada nəsə göstədirəm sənə. Maşınlar da onlar. Aa, qoyunu gördün sən? Mə. Az keçən dəfə də mən İrlanda heyvan səsləri çıxardım. Mə. Pişik hanı pişik? Bəs it hanı it? Arsın beni eğlenme. Nə edir? Qoyundur o, qoyun. Maşallah, maşallah. Görsən bilir. Az hündüşkan da tanıyır. Görsən də bir. Bax, hündüşkan səsini çıxardır. Hündüşkan nətər səs çıxardır? Sonra nə var orada? İt necə səs çıxardır? Sabaka. Nətər səs çıxardır it? Bax, deyir, ikimiz də dedik. Ay seni qurban Birinci görmüşsən, o eləyirdi, ikimiz də bir dedik, yandı. Aa, o nədir? Bir şey göstər, bir şey göstər. Xoroz. Bu? Xoroz nə deməkdir? Bir toz. Cücə, cik, cücə. Cip cip cücələr. Şu an öyrətdim. Belə dərs öyrədilər. Necə müəlliməlikdir? Hı? Belə dərs öyrədilər. Gözdə də hissə göstərdi uşağa. Başa sal. Pişik. O nədir Melis? Göstər banan. Banan. Banan hansıdır? İngilis dilində uşağı öyrədirəm. Banan, banana, apelsin, portakal, orange. 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 Hələ onu yox. Hələ bir öz dilimizi öyrət, sonra keç Nə bilim burada ingilisdə. ingilis dilində yazmısan da balam, neyim? Maşına həvəsiyim. Maşın. Dığın, dığın, dığın. Hanı dığın, Amma dığın? ya hər şey var ay burada. Mers maşınla onun kuklaları da var da belə üstünə qoyur. Onlar şu yavaş hələ o aşamanı keçməmişik. Çünki belə hələ öyrədirəm. Sonra o aşamaya keçəcəyik. Heyvanları tam demək olar ki tanıyır. Rəqəmləri maşallah bilir. Rəngləri yavaş-yavaş tanıyır. Özdə həvəsi də var. Həvəsi var. Hə, həvəsi var. Qulaq asır diqqət. Alim olacaq da mənim balam. Alman niyə apardın ora qoydun? Əfoş sən anda belə şey öyrədəcək. Kızlar diyecek ne oldu bacı paltar hələ paltar qurtarmayıb gördüyünüz kimi bunlar da lənməlidir, dolub bura. Çıxı. Mamam bizə popcorn edir bacı. Demişəm ki, küçünüyə baxacağıq. Əfoş gəldi. Əfoşun qucağına necə qaçdı qızlar Allah'a and olsun. Oyunda oynayaq. Göz dəyməsin maşallah. Şey oynayır, bizə nə oynayır? Gizlən parça oynayır. Igoruşka almışdın, Melis'te bir Hə. maşın. Hangi olar?
Onlar o bir tərəfdə, onu tökmürəm axı bura hələ. Onu demişdi ki, mən sən tacir oynayaraq. Onlar o tərəfdədir. Bunu basıb yiyeyim. Eşitdi ki, biz künəyə baxırıq. Ona görə popcorn hazırladı. Bunu da keyfini kim çıxardır mıyız xanım? Həmişə kim yenə üstünü ləkələyib. Ne təndiri geyimidir valla. Qızlar. Yo, yemək yeyib gəlmişəm. Mamam qışı balba pişirib. Sənə ilk dəfə balba yedizdirəcəm. Pişirib? Balba. Hə. Nədir? Gedib kinoya balam. Gənclik mola. Nə bax? İndi. İndi. Hə. Yo, indi sən çaşdırmışıq. Sənə qurban Görə biz sushiyə gedəcəkdik dostlar. Əfsanə dedik ki. Qəşəng, mama hər yer əla edib o. Bəş qalmıyor, bax qəşəng eləmişəm. Həqiqətən qəşəngdir. Qəşəng eləmişsən, xoşum gəldi. Qəşəng eləmişsən, əllərinə sağlıq, super eləmişsən. Öpürəm sənin əllərindən. Çox sağ ol. Thank you. Yubesko. Balam dəyişilmişsən hə? Niyə? Necə olmuşam yəni? Qocalmışam. Yox. Hə. Qəribə olmusan. Necə? Bəlkə makiyajsız. Onsuz da neçə gündür makiyajsızam. Bəlkə 2 gündür görmürəm. 2 gündə. Solmuşam elə bil. Mən səndən betərəm. Bizi qabaqlayıb buna bax. Sən. Xoşuna Şinə gəldi. tər eləyir Melis. Biz pişi necə səs çıxardır? Melis Çoxunda bu dəqiqə başqa. Hə. Yumuşaq olub Bir deyə dənə qəşəng gedir. yemir ha. 3-3 gedir. Sən qəşəng çıxıb, yumuşaq çıxıb. Qəşəng. Bunu götürdü, aşırtdı buradan belə. Yəni gördüyünüz kimi qızlar. Niyə eləyirsən aşkım? Hə? Niyə elə eləyirsən? Hamısını yığaq bura. Ankara Türk'te göreceğiniz. Məşhur balbasından. Nə olub üstüvə? Melis dağıdı bu yəqin. Axır yemək əfuşlara qismət oldu. Tacir balba yemirəm deyə Hacı deyə. fikirləşmir. Heç. Şimdi boş qabı yeyir. Paramoy. Müzcə xalan qoy için. Gel bırak. Gəl. Adam kullanırsa. Şura var. Gəl bura. Birazdan oyun oynayırıq, hə Səadət? Hə? Yürüyə görə fikrini bölüş. Şimdi sən mənə qəşəng bir dənə suallar verəcəm. Sənlə necədir? Yemək yeyə ya da. Əfsən yemisən bundan? Yox, ilk dəfədir bunu yeyirəm. Sizdə belə pişirmirlər? Yox. Necə pişirirlər bə? Bizdə talışlar buna pətə deyirlər. Qızlar baxırsa bilər. Nə deyirlər? Pətə. Elə ben tepe değil. Yaxından görsələr, qızlar bilər. Orada siyanda talış izləyicilər çoxdur. Mən talışla danışanda onlar orada səni tərcümə edirlər. Qızlar bunun adını yazsın. Biz buna pətə deyirik. Görə qızlar nə deyir? Sən pətədən niyə yeməmsən? Biz bu biraz suludur, biz biraz duru eləyirik. Duru. Çok duru. Hə. Ben hele biraz sulememişim şu ana göre ki. Yo, dadı həqiqətən çox qəşəngdir valla. Mən ölürəm bunu. Əslində mamam həmişə o suyunu Həm də çəkir. faydalıdır bu. Muz suyu həmişə bizdə qurur. Tacir yeməyən adam həqiqi yersə deməli. Tacir yeməyəndir. Tacir yeməyən balba yemir besə. Milleti sulu yemeğe ben şey vermiyorum. Sulu yemeği yemiyorum. Sən git kitab oxu. Mənim qızım alim olacaq. Oxu, həyatım oxu. Popcorn görünüyor nədir? Bu nədir də bu ev üşünür. Qızlar plastinaların üstünü dəyişdik. Qəşəng. Melis'in otağına bundandır. İndi buranı bir dənə tuz soranlayacağım. Görürsünüz Melis xırda zibillər eləyib. Buranı bir dənə tuz soranlayayım. Bunlar da təzə yuyuldu. İndi bunları ütüləyib yığacaq o tərəfə. Çünki hələ ki bunları səhərmişik. Buna bax, bəyək yığışdırmışam. Gör, bəyək yığışdırılanına oxşuyur. Neyse, keçə buranı tuz soranlayaq. Qızlarım. Zalı nə günə qalmışdı. Zalda təmizləmişəm. Yaxşı oradadır. Gedib oranı da çəkəcəm. Baxın. Axşamdan hamısını toz qaranlayıram ki, səhər duranda onsuz yenə toz qaranlayıram. Melislə ən azı mən gündə bir 5-6 dəfə ev toz qaranlayıram. Mənə qızlar yazırdı. Deyirdim ki, danışır da qızlar.
Yəni amma həqiqətən də görürsünüz də, yəni Allah şahidi sözsüz. Mən bu evdə gündə neçə dəfə söz törənliyirəm. Mən Melisi ən azı gündə 5 dəfə yalan olmasın, 6 dəfə əynini dəyişirəm. Çünki hədsiz dərəcədə çox yəni üstünü batırır. O da uşaqdır, başa düşürsünüz. İstər-istəməz əlinə nəsə meyvə verməyəndə olmur. Böyüdükcə bilirsiniz, yəni uşaqlar özü yemək istəyir. Ona görə istəyirəm ki, istədiyi kimi olsun hər şey. Baxın, belədir. Melis'in otağındakı qəşəngdir, yoxsa bizim otaqdakı? Yazın görüm. Bu da bizim otağın rənginə uyğundur. Bu da qəşəng təmizlədik arkadaşlar. Bura nə gündəydi. Melis xanım buranı nə günəsə yıxılarsan həyatım. Gəlin də dəyişək. Bunun bir üstünün halına baxın. Yəni bundan öncəki vlogda gördünüz də, yəni. Gör neçə gündür biz dalbadal paltaydık. Hayır can. Gəl üstü bir dəyişək sonra. Nədir o? Əfsanə xanım. Buna. Töşdüyüm də var. Deməli, əfsanənin video paylaşan kimi izləyicilər. Güneşi düzəltmişəm dizində. Bax, yiyəcəkmişəm. Ürəyi gedir özünə baxmaq üçün. Ürəyi gedir. İndi izləyicilər götürüb səndən paylaşacaq arda-arda. Bunlar da görüyor qızlar. Yerinə yarışdıraq. Yatmağa hayır. Ay sənə heyran Qıdı Ay benim həyatım. Sevinir. Onu gözləyirim. Maşallah, maşallah yazın qızlarım. Ay Melis'i. Melis. Dımbıdık pım. Gədə ataya öpücük verək gələk. Gədə atanı öpək gələk. Melis. Melis, gədə atanı maçeliyək gələk. Gədə atanı eləyək gələk. Gördün elədi. Gədə atanı maçeliyək gələk. Dənə atamən gedirəm Lələyə niyə? Sən maçeliyim. Yuxsuzluqdan qızım keyflənib. Yuxsu gəl. Atanı maçeliyək. Git atanı maçeliyək. Atası. Maç eləyirdi, yəni. Maç eləməyə get. Elə? Maç eləsin. Deyirsən öpəyim, məni gedirəm yatağa. Hə, vaxt. Maç eləsin. Sən də atanı maç elə. Sən də atanı maç elə, gedək Layla eləyək. Oş. Maç elədin atanı? Vay. Gel maç eləyəcəm. Maç elə. Maç elə ata. Birdən dayandı. Maç elə. Maç elə. Öpdü, gördün. Getdik yatmağa, gəl. Gəl. Gel. Getdik. Bura gel. Getdik yatmağa, getdik. Sağ ol elə ataya. Ataya sağ ol elə. Sağ ol elə, gedək yataq. Hadi öpdük verirəm, nə? Sağ ol elə, gedək yataq. Bax bu videoyu buna bax. Saadet ona Ağzını küçük eləyir. Sağ ol eləyir, orada düşüb. Getdik. Atam maç elə atam. Çak get. Melis çak. Şah. Getdik. Sağ ol ata denən, sağ ol. İşığı söndür. Hə. Getdik yatmağa. Ədyalını. Ədyalını götür. Ədyalını götür. Götür ədyalını getdik. Bu götür gedək yataq. Gedək. Onun nə olub be? Ədyalını götür gedək yataq. Sahne getdik. Qabları yudum. Buradan yığdım. Paltar yuyan hələ də işləyir. Çünki biraz paltarlarımız var. Paltarı qutarmaq bilmir. Yazıq paltar yuyan. Bu da Melis xanımın meyvişləri. Göy meyvə almışam buna. Mənim aldığım bundan artıq olmayacaq ki. Əzilib hamısı. Buralarda bəsəlikə saldım. Usta hamısını toz soranlamışam da. O tərəfdə də Meliskanın paltarları var idi qızlar. Burada belə. Melis xanımın paltarları qutarmır. Hamısını qatladıq. Prost Melis orada yatıbdı ya. Yatdıracaq. Bunları oraya yığa bilmirik. Burada qalsın. Sabah tezdən inşallah yığacam yerinə. Tadir bəy, necədir vəziyyət? Sağ olun, siz necəsiniz? Belə də şükür ki, o paltarları da yığaq. Gətirək quruyanları. Stolları Melis'in dərdindən bunu bir tərəfə qoymuşam ki, Wi-Fi-yə tərəf gedir. Dediyim kimi Wi-Fi də qırıb, bilirsiniz. Onun dərdindən qalmışıq belə. Ona görə stolları o oyananda belə eləyirik.
Yatanda düzəl. Bəy. Yemirəm deyə. Bakalım bu. Bak bu. Yemirəm deyə. Yemiyor. Yediler. Mama izləyicilər yazıb ki, bəs bibin xətrinə niyə deyirsən? Mən də deyirəm ki, mən zarafata deyirəm də. Tırnatmak için yedim benim. Səni yaman Saçımı çox yolup istəyirlər. küləyə verərəm səni. Səni yaman çox istəyirlər. Senin saçını yolup küleye Yox, səni yaman səni. çox istəyirlər. Özünü necə sevir. Deməli dostlar, girir burada YouTube-da bütün yorumları oxuyur. Yəni qızlar ona görə yazın. Nə xoş söz yazsaz, hamısını oxuyur. Nə yazıblar sənə? Hə? Oxuyur, araşdırır, görüm nə yazıblar. Bir inanın Allaha, hamısını oxuyur, hamısını. Canlıda belə, canlı sonunda ancaq bütün mesajları oxuyur da yəni. Qoymur ki, biri getsin. Hanım hazırlaşıb, gedirik dostlar. Gedirəm saçıma baxım eləyəm, əfsanə gəlib, buradadır. Sonra da qızlarla gedəcəyik Viyana şokolad evinə, oradan çıxacağıq sushiyə. Yəni bugün aləmi qatacağıq bir-birinə. Bugünkü kombinim bacıqlar. Əfsanə xanım, xoş gəlmişsiniz. Başıma dönüm mən. Hoş gelmişsiniz Batışko. Gittik. Gittik arkadaşlar. Melis Hanım'ın çantası. Yəni bu neyinin sözüm olur ki, qucağıma gəlsin də onu apara bilməyəcəksən. Gittik. Balablar. Efsaneye bak. Kalyaska'da boş yedir. Boş yetim. Nesli doldu kızlar. Sağ ol ay Melis, sağ ol. Hiç məni saymır ha Efsane. Sağ ol. Sağ ol, görüşərik. Əli, xəbərsiz, Əfsanə xanım da qara geyinib, Melis xanım da qara geyinib, mən də qara geyinmişəm. Ne danışır bu? Danışır özü üçün. Buna 3-4 dənə paltar götürmüşəm ki, qızlar. Mən qızımı tanıyıram deyə batıracaq. Xabız götürmüşsən. Ailəmi qatacaq. 100%, 100%. Özün bilirsən ki, yəni yol çıxdı, Əfsanənin yanına gəldi, всё. Melis xanım. Dostlar, bura yaman küləkdə. İndi bu tərəf küləkdə. Hə, indi bu tərəf küləkdə. Çatdıq Əfsanə xanımın iş yerinə. Arkadaşlar, Əfsanə xanımın işlədiyi salon. Xoş gəlmişəm. Xoş olduğu kimi bacımız. Bir yerdə eləmə bacım. Eləmə. Xoş gördük. Çox sağ olun, xanım. Təşəkkür edirik sizə. Getdik xanım. Melis xanım, buyurun. Köynəyə salacaq. Getməyiz. Yapandı. Melis gedir saçına baxım elətdirsən Əfsanə xanım. Əfsanə xanım Melis xanıma baxım eləyəcək. Yaraşığım gəlib. Mənim kupa, bir burada çəkəm. Bizi sarı, gizli. Xanımın otağına keçid edirik. Gəlsən? Hə, nə qədər ki müştəri gəlməyib, Melisə sən bax. Aslında sən baş büyüsün. Mən başımı yüzüm. Baxım eləyirik arkadaşlar. Bakım zamanı. Saçımı yuduq, indi gedirik baxma. Maskamız budur. Əfsanə xanım, bu saça nə kimi xeyirlər var? Saçı 100% nəmləndirir, qidalandırır, bərpa edir, fresh edir, yumuşaq edir. Necə üzümüzə qulluq edir, dərimiz rahatlaşır, saçımızın dibləri, saçımızı elə rahatlaşır. Ayda mütləq 2 dəfə, 3 Və saç dəfə. qıranlara son. Bəli, ayda 2 dəfə, 3 dəfə mütləq bundan etdirmək lazımdır qızlar. Əgər istəyirsinizsə saçınız canlansın, qəşəng olsun, mütləq bundan etdirin. İndi tam da bölüşəcəm sizlə sonunu. Özü sadə tər baxımı Hə, bəyənmirik. bunu çox bəyənmişəm. Keratin effekti verir də, qızlar çox qəşəngdir. Mən İstanbula gedəndə bundan elətdirdim. İnanın Allaha, yəni saçıma fön vurmadım, saçım dümdüz qalmışdı. Görmüşdünüz də çəkilişdə. Qızın əlində onun mərifəsi var. Demişəm ki, Əfoş, mənim qaşımı mütləq və mütləq alırsan. Əslində qaş almıram. Əslində almır, amma Qosu eləyirəm də öz baxımını eləyir. Artıq həyatım. Yaxından çəkər. Bütün bu eybəcər üzümüzü yaxından Bu çəkər. qız özünü bəyənmirdi. Hamı görsə nə yazıb? Hamı deyir ki, Əfsanə sən gözəlsən. Onu demə yəni. Özümü bəyənirəm. Qızlar, siz necədir? Xahiş edirəm. Özünüz bir dənə evdə götürün, YouTube-la özünüzü belə çəkin də, qurban olum.
Amma belə çəkin ha, yaxından. Çox da gözəldir. Mən də çəkirəm, bax heç nə yoxdur. Yəni insan Həyat uzaqdan çəkirsən, belə çək problem deyil. Belə nə qədər istəyirsən çəkməni. belə də qəşəngsən, elə də qəşəngsən, hər cürə qəşəngsən, yəni yalan demə. Deməli, gəldim, çatdım elektrik mağazasına. Mənim evimin bütün əşyaları, yəni televizordur, elektronik olan bütün əşyalar hər biri elektrikdədir. Təzə çox qəşəng məhsullar var. Gəlmişəm yəni alış-veriş etməyə. Görə nə qədər. Əslində bütün markalar da var burada. Elektrikli özü olsa da bütün markaları var. Məndə televizor LG-nindir. Amma mən bir də LG-dir, eynidir. Televizorumuz eynidir. Amma soyucum LG-nin özüdür. Yəni çox şeydən olarsa LG-nin özüdür. Çox da qəşəngdir. Gəldik Viyana şokolad evinə. Aytən xanım necəsiz? Yaxşıyam, sağ ol. Nə var, nə yox? Şu salamatçılıq. Neçə vaxt görmürük dostlar Nə vaxtdan da bir-birimizi. deyirik, görüşə bilmirik. Axırcı qismət oldu. Aytən mən illər tanıyıram. Mən də səni birinci Və xətri çox-çox əzizdir, dəyərlidir. Bu da bizə imkan vermir. Gəl bura. Bəxtimizdən də bacı görsən işıqlar söndü. Gəlsin də burada. Gələn kimi işıqlar Burada söndü. olsa şey yoxdur. Reçansa da menyu ver. Necə dostlar? Hə, seçirəm görək. Zövqlərimiz eynidir. Bax, bunu mən də bəyənirəm, o da bəyənir. Demişəm ki, Sifarişimizi verdik. İndi sifarişimizi gözləyirik ki, sifarişimiz gəlsin. Yerim dardır mənim. Niyə bacı? Sən bir türlü yerə göyə sıxa bilmirsən. Nə olub sənə? Nə oldu? Bir dənə buna baxın, gözəlliyə baxın. İnan bu qədər ləzzətli. Yəni qalmaz da yəni. Aytənlə qəşəng gedir yemək. İmkan vermədilər ki, dostlar, mən də yeyim. Görün də yeyim. Nə oldu qızım? Nə maşın sürürsünüz? Ona babap edirlər. Babap edir. Babap. Babap. Gök çıxmaq. Yamaman qısına. Babap. Əli, laylay deyirlər. Bir də baxıram. Aytən qasısan. Aytən necə yatıb birsə bax. Bunda əfsanədən öyrəndi, baba belə demək, baba. Qızlar alış-verişimiz elədik. Qəşəngdən korka aparatı, çox çəkən. Biz xanım mevsimlə sasına var. Aydan. Nə qəşəng oldu xanım. Dostlar, gəldik indi də çox möhtəşəm bir məkana. Çox qəşəng sushi yeri açılıb. Ağşəhərdə rəfiqəmin xeyirli uğurlu olsun. Çox qəşəngdir. Çox qəşəngdir. Buna. Melis xanım. Paltarları görəm. Buranın estetikliğini çox bəyəndim dostlar. Bura necə gözəldir. Arxa hissərini də çəkin, baxın. Çox qəşəngdir. Deyəcəm indi paltar versinlər bizə, hə? burada da deyib götürək. Melis gülür mənə. Zonduq səhv də var. Qatı şəkildə çəkərik. Gəli geyinib çəkərik. Özümüzü orada hiss eləyək. Gətirsin sən də. Özəmin varın. Gedim özümə gətirim. Çuqlar yığışıb dostlar. Hardan gəlmişsiniz xanım? Biz Çindəyik xanım, Çində. Çinə canım, bacıqam. Çinə canım. Çinə qom. Mənim başımı bağlı. Siz də Çindəyik. Zontikini eləyirsiniz xanımlar. Gün olmaz Aytan, bir sabirleniyor xanım. Xanım sizin buyurun. Yelpələriniz sizin. Sadat xanım çəkməyin də biz burada söhbət edirik. Şəxsi söhbətlər var. Buna baxın. Buranın estetikliğini sizə göstərmək Mən də elə istəyirəm. bilirəm bu video çəkir, o belə qrup qalmışam. Bana məsələ şəkil çəkmək istəyirdim. Bura çox qəşəngdir arkadaşlar. Mən də Melisi İndi çəkdim. çinqaçuk paltarlarımıza geyinib çinquldayacağıq. Qızlar, bu elə gözəldir. Vallahi billah gözəldir. Sevirəm mən bu qızı. Çox sağ ol Danaş. Yemeğimiz geldi. Noodle sipariş eləmişik. 3 tane noodle. Toyuqlu, krevetkalı, mən də krevetkalı. Bir də belə fərqli suşilərimiz gəlir. Maraqlı. Qablaşdırılması belə çox qəşəngdir. Bunlar nə yenir? Bir tane de zahmet olmasa. Bəyəndiniz mi də? Çok tatlıdır. Bence kedinin canı oyun oynamak istiyor.
Bu arada servis də əladır. Çox təmizdir, çox səliqəli, çox dadlı. Aşağı şəhəri bəyənmir, inanın ben Həqiqətən bəyəndim. bəyənmirəm. Estetik də çox gözəldir. Nodulları satayım, ürəyim, biz gedirik, gecən xeyrə qalsın. Hələlik. Çox maraqlı oldu bu gün, çox əyləncəli oldu. Dostlar, biraz Melislə idim. Ona görə hələ inanın Allaha o qədər çox rahat otura bilmədik. Amma sabah Planlarımız var. Bəli, planlarımız var və tezliklə inşallah çox qəşəng çəkilişlər gələcək. Maraqlı işlər olacaq. Nə deyirsiniz xanım? Nə deyirsiniz? Siz nə planım var? Nə deyirsiniz? Mən sizə Hə? plan var. Uşağınız yanınızda, ağlınız başınızda, sağ olun. Orada nə planım var? Ayten xanım, demə. Yo, sən də aramızdasan. Ayten demə, biz gizlin iş görürük. Əfsanədən gizlin işlər görürük. İşlər karışdırıyoruz. Mən siz harası gedəsəm. Harası getmirik, iş orasıdır, getmirik. Onda heç nə. Onda işte gəlir dəsin taksisti. Hə, yaxşı gedin. Gəldi, hələ bir dəqiqə odur. Görüm. Baxın görüm, yazım yoldayım. Hə, gəldim. Budur. Get, hələlik aşkım, gecə xeyrə. Yerin rahatdır. Gəldim amanın yanına. Nəsə danışır. Bir əl çəkin mənə, fikir verirsən. Fikir ver, əfsanə saxtar burada. Hə. Melis. Deyir, mən qabaqda oturacam. Anası yanına gəlmir, bacılar. Melis, gəl görüm mamanın kuçunu aşkım. Gəlirsən mama kuçuna. Hə. Gəl görüm mamanın kuçusunu aşkım. Gəldik marketə. Əfsanə xanım buradan yaşlı almalı. Çox çəkəcəyik. Mamam gələr gəlməz bizi tez göndərdi marketə. Da bu arada brokoli də var, bundan da alın. Melisin sütünə. Nə idi əfsanə qoxdu. Səndən bərabər ol. Dostlar, alışverişimizi elədik. Gedir Melisə yemək pişirə. Bu qız. Bir də Melisə belə bir şey aldım. İnanırsan, mən hər girəndə... Mən Melis'in asıl aşbazı. Mən Melisə hər dəfə bunlardan alıram, sonra tapa bilmirəm. İnşallah bu da taparam da. Hoşuna gəldi? Hə, ömrüm? Nə gözəldir, aşkım. Gelin də ondan oyuna baxın. Dığın, təkərli sür. Öyrəcək. Gəl, bunu götürək. At indi bunun içinə. Aşkım, baba, bax. Bir. Al ömrüm. Amma xoşu gəldi At həyatım. bunun içinə. Hə, öyrənəcək demişəm. Götür bunu götür. İndi bunu at içinə. Yox, aşkım, bunu götür, baba, at, bax. 2. Aferin Melis'e. Götür bunu götür. Yox, bunu at. 3. Birisi bu bura taxılır. Bunu axırda taxacaq. Bunları götür, buyur. Buyur kızım. Bunu at bırak. 1. 2. Yok, bu bunun değil. Hansıdır bunun? Bak attı. Ha, burada bak değil ha. Bak. Tak. Bak. Tak. Yok, bu değil. Bax, Melis'in nənəsi burada neyinir? Melis'in nənəsi tort eləyir. Əllərinizə sağlıq. Nə qəşəng, maşallah. Güzeldir. Burada da yemək pişirir. Cim burada qəşəng lobya hazırlayıb. Da göstərdiyimizi halal edeyim. Lobya xoş gəlib demən, amma tacir xoşlamır. Amma inanıram ki, tacir ürək balbadı sevir də. Melis'in supu hazırdır. Deməli qızlar, bu qız məni məcbur eləyir ki, sən qorxulu kinoya baxmalısan. Oturub mən qorxulu kinoya baxdırır. Bilə-bilə ki, mən qorxuram. Baxdırır. Saat neçədir? Qorxulur da həyatım. Səadət xanım biraz qrip olub. Biraz düzəldin. Kızlar, geldik videomuzun sonuna. Hər birinizə təşəkkür edirəm videonun sonuna izlədiyiniz üçün. Eğer kanalımıza abone olmayan varsa kanalımıza abone olup bildirimləri açıp yorum yazmayı unutmayın. Bu arada ehtiyatlı olun. Grip virüsü dəhşət çox yayılıb. Həqiqətən də çox pis keçir. Ona görə ehtiyatlı olmağı sizə məsləhət görürəm. Sizi çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərim. Siz öpürəm sizləri növbəti videoda görüşənədək. Hələlik.